olmuş bir hadisədir, kəramətdir. Hər kəraməti də danışmaq düz deyil, çünki saxta sözlər çoxdur bu sahədə, həddindən artıq çox. Həqiqətdə uyğun olmayan sözlər. Amma mən onun hətta o adamın tapdım, videosunu tapdım, ona baxdım. Kerman şəhərində yaşayır. Məncə sağdır hələ, indi də sağdır. Adı da maşallahdır, Nəccardır. Nəccar, bizim dildə Nəccara nə deyirlər? Dülgər, bəli, Dülgər. Dülgər sənəti ilə məşğul olan bir adamdır. Öz dilindən qulaq astım, videosuna baxdım. Əvvəl başqalarının dilindən eşitmişdim. Və nə qədər də bir şəhər şahidi var, bir şəhər. Danışır özü, deyir ki, cavanlığımdaydı, böyrəklərim işdən düşmüşdü. O zaman da indi kim deyil də, böyrək dayandısa adam ölürdü. İndi dializ var, müəyyən vasitələrlə qandan suyu çıxara bilirlər. Deyir, heç nə, bədənimə su gəlib, bədənim çirk eləyir, su axır bədənimdən, xəstəxanada dedilər ki, aparın da, bitdi bu. Böyrəkləri ikisi də gücdən düşüb işləmir. Deyir, bədənimdən pis qoxu gəlir, pis vəziyyətdəyəm, danışılası vəziyyət deyil, halım özümdə deyil. Bir otaqda məni yerləşdiriblər, yatıram orada. Çox vəziyyətimiz də pis, maddi durumumuz ağırdır, çətindir. Anam deyir, gəldi, Məhərrəm günləri idi, İmam Hüseyin məclisindən gəlirdi. Ana da gəldi, deyir, ağlaya-ağlaya dəsmalını çəkdi mənim bədənimə. Dedi, bu dəsmalla gözümün yaşını silmişəm, Hüseyinə ağlamışam. Mən balamı İmam Hüseyindən istəyirəm, o da Allahdan istəsin, onu eşidərlər. Deyir, dedim, mən də dedim, ana, boş ver, day mənimki keçib, özvə əziyyət vermə. Heç yaxşı da deyir, anlamıram hələ nə danışır, özümdə deyiləm. Deyir, anam getdi, halım elə həmin haldır, küçədən dəstə gedir, əzadarlıq eləyir, ya Hüseyin deyir, ürəyim doldu, lap doldu ürəyim. Ağlaya-ağlaya çağırdım, ya Abdullah, vəziyyətimi görürsən, nə haldayam, nə vəziyyətdəyəm. Allahdan istə mənə şəfa versin, mən də niyyət eləyirəm sənə süfrə verəcəm, ehsan verəcəm. Deyir, elə bunu dedim, keçdi, cəmaat keçdi, getdi, bir neçə gün keçdi, deyir. Özü də avam adamdır, alim deyil, müctehid deyil. Deyir, bilmirəm, bu mənə yuxuda oldu, heç halını izah da eləyə bilmir. Desin, məsələn, bu mükaşifədir, nədir, halını başa da sala bilmir. Deyir, bilmirəm, yuxuydu, yarı yuxuydu, ya nə idi, bilmirəm. Uzanmışdım deyə gördüm ki, elə o stulu da saxlayıb indiyəcən, stul qoyub, elə bir muzey kimi evində saxlayıb. Deyə gördüm, bir nəfər nurani bir adam oturdu o stulun üstündə. Mən də yatmışam, dedi ki, adımla çağır, dedi, maşallah Nəccar, necəsən? Dedim ki, vəziyyətimi görürsünüz. Bəs nə istəyirsən? Dedim, mən səndən heç istəmirəm, mən ağamı istəyirəm, İmam Hüseyini istəyirəm. Deyə bunu deyəndə dedi ki, elə arzuladığın adam mənəm. İmam Hüseynəm mən, Hüseyin ibn Əliyəm. Deyib, baxdım heyrət içində, dedi, istəyimi vermişik, dur ayağa, gəl. Əlimdən tutdu, deyir, apardı küçəyə, həyətə, su verdi mənə. Su içdim, deyir, sonra ayıldım, heç kəs yanımda yox. Evdəkilər gəldi, gördü ki, küçəyə çıxmışam, bir halda ki, əlimi tərpədə bilmirəm, bu həddəyəm. Deyir, ağlamaq səsi qalxdı evdən. Qonşular gəldi ki, bunun xəbərini gözləyirlər də, yəni bugün sabah öləcək. Dedim ki, belə oldu, yanında da neçə nəfər adam şahid. Deyir, indi gedirəm küçədə bazarı, deyirlər, bu onu oxşayır, maşallah vardı ona. Deyirəm ki, mənəm, inanmırlar. Deyir, belə sağaldım. Bir il keçdi, növbəti Məhərrəm ayıdır. İmkanım yoxdur, niyyətimi yerinə yetirəm. İndi də deyir, xəstəliyimdən çox qəmginəm buna ki, niyyət eləmişdim, ağaya söz vermişdim, ehsan verə bilmirəm. Oturub yenə həyətdə ağlayıram. Yenə də deyir, başa düşmürəm. Yuxuya getdim, belə oldu, bilmirəm. Gördüm, həmin ağa gəldi, dedi, indi nə olub sənə, niyə ağlayırsan? Deyir, dedim, ağa sizə söz vermişdim, məclis verim, imkanım yoxdur. Dedi ki, dur, hələ həyəti təmizdə, narahat olma, düzələr. Deyir, dedim, ağa, mənim imkanım yoxdur. Dedik, dur, neçə gün məclis vermək istəyirsən? Dedim, elə dilimə gəl, dedim, 3 gün. Dedi, anam Zəhranın yaşı qədər, 18 gün məclis ver.
Deyir, öz-özümə dedim, axı mənim imkanım yoxdur buna. Deyir, dur ayağa, dur. Götürdü, deyir, süpürgəni əlinə, başladı yeri süpürməyə. Dedim ki, siz nə edirsiniz? Dedi, əzadarlarım gələcək. Hazırlaşdırıram, özüm istəyirəm süpürüm, özüm qarşılayım. Deyir, elə bu halda yenə də ayıldım, ya yuxudaydım, ya mükaşifə idi, səhər açıldı, deyir, deyirəm, ay Allah, mən neyniyim, necə eləyim, bu nə idi mənim başıma gəldi. Elə səhər evi də hazırladım, dedim, çıxım görüm, neyniyərəm, çıxmaq istəyəndə gördüm, qapıda maşın dayandı, görürəm, ərzaq boşaldır həyətimə. Dedim, sən kimsən? Dedim, gördüm, bu da ağlaya-ağlaya deyir ki, danışma. Sənin yuxuva gələn, səninlə görüşən, mənim də görüşümə gəlir. Məni də. Ondan sonra deyir, ağlaya-ağlaya deyir ki, bax, nəyim var, həyatım, hamısı İmam Hüseynə borcluyam. İmam Hüseynin inayətidir, İmam Hüseynin lütfüdür. Bir dənə arzu, niyyət ki, şəfa tapım, sənə məclis verim, görsən yerində qəbul olunur və dəyişir insan. İndiyəcən də yaşayır, yaşlı kişidir. Dünyasını dəyişibsə, bu bir ildə dəyişib. Belə bir haldır. Niyyətə çox şey verirlər, niyyət baha qiymətə alınır. Peyğəmbər Həzrəti Əbu Zərə deyir ki, hər əməlin üçün niyyətin olsun.